Salam dostlar, xoş gördük hər birinizi. Mən müəlliminiz Orxan Məmmədov. Yenidən sizi salamlayıram. Uzun bir ayrılıqdan sonra müəyyən mən işimlə bağlı olan məsələlərə görə dərslər paylaşılmırdı. Çox təəssüf ki, ümid eləyirəm ki, bundan əvvəlki dərslərə kifayət qədər baxa bilmisiniz. Allahın köməyi ilə inşallah bugündən dərslərimizi bərpa eləyirik. Çalışdığım qədərilə yenə də dərslər paylaşılacaq. Çox şey dəyişilib, yəni çox hissələr dəyişilib əslində. IT aləmində yeniliklər davam edir. İstər hər hansı bir open source toollar və yaxud hazır proyektlər olsun. Çalışacağam ki, yenə öz bildiklərimi sizinlə paylaşım və yəni kurslarımızı davam eləyək. Məni izləyən hər bir kəsə təşəkkür eləyirəm. Çox sağ olun, LinkedIn-dən yazırdınız, e-mail yazırdınız, YouTube-a komment yazırdınız. Sadəcə mən işimlə əlaqədar müəllim kimi davam elədiyimə görə artıq universitetdə həqiqətən yəni vaxt olmurdu deyə dərs paylaşa bilmirdim. İndi şükürlər olsun ki, dərslər bitibdir, imtahanlar bitibdir, biraz boşluq var deyə çalışdım istifadə edeyim. Sizlə yeni dərsləri başda paylaşım. Biz də sonuncu dərslərdə Linux-da qalmışdıq. İnşallah Linux-da davam eləyəcəyik və planımda var əslində yavaş-yavaş artıq network-a da başlaya bilərik. Introduction to network eləyək əvvəlcə. Yəni CCNA-yə hazırlıq bir növdə belə deyim. NetAcad'ın öz proqramıyla gedərik. Sıfırdan kim ki network öyrənmək istəyir, çox problemsiz, heç bir problem olmadan yəni dərslərə baxa bilər. Yəni öyrənəcəyik, switch nədir, router nədir və s. belə məsələlər. Paralel eyni zamanda çalışacağam ki, Linux üzərindən də davam eləyək və sözsüz ki, yəni eyni zamanda Windows Server tərəfdən. Yəni əvvəlki dərslərdə məndə kifayət qədər playlistlər var. Orada Active Directory-ni bir xeyli keçmişik, incələmişik. Eyni zamanda Windows Serverin 2022 səhv eləmirəmsə, kifayət qədər rollarını danışmışıq. Bugünkü dərsimdə sizə eyni zamanda nə ilə sağlamaq istəyirəm? Windows Server 2025 ilə. Deməli dostlar, bu təzə çıxıb, yeni çıxıbdır. Yaxşı, düzdür. Mən hələ ki onu real production mühitdə test eləməmişəm, istifadə eləməmişəm. Bilirsiniz ki, yəni production istehsal mühitlərində miqrasiyalar çox çətin baş verir. Yəni bunun planlaması olmalıdır, götür-qoy olmalıdır, müəyyən yəni planning etməlidir ki, bütün applər, applicationlar hər bir şey sağlam şəkildə işləməkdə davam eləsin. Ona görə yəni real mühitdə istifadə eləməmişəm, amma sözsüz ki, dərslərimdə test eləmişəm və kifayət qədər də yəni bəyənmişəm sözün düzü. Bu yeni deməli Windows Server 2025 yenə deyirəm, tam hələ ki məlumatlı deyiləm müəyyən xarakteristikalarından, amma müəyyən məsələləri yəni artıq özümdə aydınlaşdırmışam. Burada eyni zamanda özünüz də yəni Microsoft'un saytına girsəz, deməli hibrid tərəfi daha çox sözsüz ki, inkişaf elətdirilib. Bilirsiniz də, yəni Microsoft çox push eləyir ki, community Azure üzərinə getsin, yəni cloud-a yönəlsin. Yəni sözsüz ki, orada deməli Windows Serverin installasiyasını göstərəcəm indi sizə. Azure Arc deyilən bir funksionallıq gəlibdir ki, bu sizə həm on-premise, həm cloud imkanı verir. İkisinin bir yerdə hibrid modda istifadəsini. Yəni baxın, məsəl üçün yazıb deliver Azure capability to your on-premises server. Yaxşı, yəni Azure-da olan müəyyən funksionallıqlar ki var, onları eyni zamanda siz lokala daşıya bilirsiniz. Sözsüz ki, security tərəfləri, yəni son dövrlərin ən aktual mövzulardan olan security tərəfləri çox incələnibdir. Daha secure olub sözsüz ki. Daha sonra modern platformaları dəstəkləyir və s. və performans tərəfdən eyni zamanda. Okay? Bundan başqa eyni zamanda installyasiya növü olaraq server core variantı sözsüz ki, yenə mövcuddur və eyni zamanda desktop experience hər iki növü mövcuddur. İstər admin shell olsun, PowerShell olsun, remote administration server toollar olsun, yəni uzaqdan idarə etmək üçün, onlar hamısı özündə var. Müxtəlif dilləri dəstəkləyir sözsüz ki, biz ingilis dilini seçəcəyik və əlbəttə ki, mən onun evaluation modunu install edəcəm. Qiymət siyahısı və s. eyni zamanda siz özünüz saytdan tapa bilərsiniz, yəni buna vaxt itirmək istəmirəm. Deməli, siz sadəcə olaraq download edəcəksiniz ISO faylı, o artıq məndə mövcuddur və installasiyasını edəcəksiniz Windows Serverin. Okay? Gəlin, bugünkü dərsimizdə mən sizə onu göstərim. Yəni, çox güman ki, növbəti dərslərdən də elə 25 üzərindən davam eləyərik. Deməli, Windows Server 2025. Okay? Deməli, mən ESXi platforması istifadə eləyəcəm. Bu mənim ESXi platformamdır. Yəni, müəyyən dərslərimə görə və s. görə istifadə eləyirdim mən bunları. Deməli, uşaqlar, bununla bağlı əgər müəyyən istər yəni, olsa, yəni öyrənmək istəsəz ESXi, vCenter nədir, vSphere nədir, bu kimi, yəni hipervizoru sadəcə mənə kommentdə bildirin, ona uyğun da dərslər mən ayarlayaram sizin üçün. Hələ ki, planımda yoxdur açıqdır. Yəni, bu mənim vCenterimdir, appliance'ımdır və
Deməli, burada mənim hal-hazırda bir dənə Windows Server 2025 artıq yaratmışam. Bu bizim Windows Server 2025-dir. Sözsüz ki, Windows 11-ə yaxın bir şey eləməyə çalışıblar. Yəni qrafik cəhətdən, amma əlbəttə ki, çox fərqlənir. Deməli, eyni zamanda artıq bir domain kontroller də yaratmışam. Bu bizim Contoso administrator. Belə. Yəni okey, indi içərisini incələyərək baxarıq birazdan. Yəni sizə installyasiyasını göstərim. İnstallyasiya çox sadədir. Deməli dostlar, qeyd etdiyim kimi istər, yəni belə bir istəyirsiniz notda qeyd edeyim mən sizə. Müəyyən, yəni istənilən virtualizasiya applicationlarında yazıb install edə bilərsiniz çox rahat şəkildə. Məsəl üçün istər VirtualBox application olsun və yaxud VMware Player olsun. Düzdür, onlarda Broadcom-a keçiddən sonra müəyyən dəyişikliklər olubdur, amma yenə də player istifadə eləmək mümkündür. Və yaxud istənilən başqa, məsəl üçün Microsoft-un özünün Hyper-V ki var, bunu belə istifadə edə bilərsiniz. Və istənilən və yaxud hər hansı bir başqa open source virtualizasiya applicationlarınız varsa çox rahat, yəni dəstəkləyir hamısını. Okay? Mən hazır yəni production sistemin özünün serverini götürmüşəm və oradan istifadə edəcəm. Bir yeni maşın yaradaq. Yenə deyirəm dostlar, iş prinsipi eynidir. Siz yeni bir virtual maşın yaradıb sadəcə olaraq ISO faylı göstərəcəksiniz. CPU-dur, RAM-dır, network parametrlərdir qeyd edirsiniz və bir virtual maşını install etmiş sayılırsınız. Onu mən burada eləyirəm. İnterfeys fərqlidir. Sözsüz ki, bir balaca fərqli, əməli başda fərqli olacaq interfeysi. Amma yuxarı aşağı yenə deyirəm eyni şeydir. Yəni mənim dərslərimə baxmısınızsa, əvvəlki dərslərdə mən Hyper-V də istifadə eləmişəm, VMware Workstation-da istifadə eləmişəm. Eyni prinsiplə gedir. Okay? Mən yeni bir virtual maşın yaradacağam. Okay? Davam eləyək buradan. Maşınımıza gəlin ad verək. Olsun adı, tutaq ki. Gəlin yazaq elə VS 2025. Okay? Mən buradan bir folder götürəcəm. Class folderını seçirəm. Davam edirəm. Və bu mənim hostlarımdır. İki hal-hazırda hostlarım var. Biri bu IP-lərdir, digəri 33.125 IP-sində. Private şəbəkədir, yəni IP-lərdir, belə deyim. Custom. Məsəl üçün hər hansı bir hostu götürürəm. Xatırladım ki, bu amma fiziki olaraq hostdur. Okay? Model də deyəsən HP Proliant olmalıdır və bu mənim data store'umdur. Yəni qısası klassik variantdır. Data store nədir dostlar? Hər hansı bir mənim dərslərimdə var idi. NAS avadanlığı olsun, SAN avadanlığı olsun, fərq etməz. O avadanlıqlardan ayrılmış müəyyən bir disk hissəsi. Biz buna LUN deyirik. LUN. Logical Unit Number'lar. Okay? Yəni bu da oradan data store'dan ayrılmış diskin bir hissəsidir. Mən 2 dənə burada data store yaratmışam. Biri adı installation file'dır. Həcmini görürsünüz burada. Daha doğrusu boş həcmini. Burada da sağda da ümumi storage'ın həcmini. VMFS 5-dir və VMFS 6. Yenə bu sırf ESXi VMware söhbətləridir. Əgər yəni istərsənizsə kommentdə qeyd edərsiniz, bunu da dərslərinə başlayarıq. Məsəl üçün mən götürürəm bunu. Buradan next eləyirik. ESXi 6.5 və yuxarı versiya. Mən səhv eləmirəmsə elə axırıncı versiyaları istifadə eləməliyəm. 7-dir, ondan yuxarıdır. Və burada mən götürəcəm Windows 2016. Amma sözsüz ki, yəni ondan yuxarı versiyaları da var, düzdür. Amma 2016-nı seçsəz belə bir sıxıntı yoxdur. Yəni mən maksimum nədirsə zaten ondan da davam eləyəcəm. Və bu hissədən də CPU ayarlardır və s. onu qeyd edirəm. Eyni zamanda gəlin onu da göstərək. Deməli Windows Server 2025 installation requirement'lara baxaq. Okay? Installation requirements. Yəni çox detala getməyiblər. Məsəl üçün 64 bit CPU-dur. Sözsüz ki, yəni 32 bit istifadə eləmək olmaz. Minimum 1.4 GHz-dir. Minimum 512 MB RAM-dır. Bu yenə bu sadəcə installyasiya üçündür. Yəni bu o demək deyil ki, 512 MB RAM-dan bu işləyəcək. Yəni arzu olunan 2 GB-dır, amma mən məsləhət görərdim ki, 2-dən də yuxarı. 4 olsa lap əla olar. 32 GB hard disk yaddaşıdır, sözsüz və 1 GB kanal, yəni xətti dəstəkləyən network adapteri kifayət eləyir. Yaxşı, yəni yuxarı aşağı bir şey dəyişməyibdir requirementlarda. Davam eləyək. Deməli, mən buradan götürəm, məsəl üçün, olsun 2 CPU götürürəm, RAM-ını 8 verirəm, əslində çox da verə bilərəm, qalsın. Və hard disk həcmində gəlin eləyək bunun, tutaq ki, 80 GB. Yaxşı, burada məsəl üçün müəyyən başqa parametrlər var, TINTIC, Provision və s. Ehtiyac olarsa növbəti dərslərdə izah eləyərəm. Bitdi. Buradan standart şəbəkədir, network şəbəkəsidir qeyd elədim və bitdi. Və bundan sonra sadəcə olaraq ISO faylımın yerini göstərirəm. Yəni ISO fayllarla əgər işləmisinizsə və çox güman ki, bura qədər gəlib çatmışsınızsa mənim dərslərimdə artıq bilməlisiniz ISO faylı nədir. Və ISO fayldan da mən həmin ISO-nu götürəcəm. ISO-da dediyim kimi dostlar, buradan Windows Server 2025 Microsoft-un səhifəsini yazsaq, download ISO fayl var. Yükləyəcəksiniz, bir sıxıntısız, problemsiz davam eləyəcəksiniz.
Burada mən onu artıq upload eləmişəm. O səhv eləmirəmsə, məndə bax bu olmalıdır. Bəli. Seçdim, bitdi bundan. Sadəcə bunu connectini qeyd edirəm və bu artıq sırf ESXi-yə bağlı bir xarakterdir. Xüsusiyyətdir ki, növbəti bootda mən heç bir düyməni basmayım, özü avtomatik məni BIOS bölməsinə aparsın. Next eləyirəm və finish. Bitdi. Artıq bir Windows Server virtual maşınını yaratdıq. Yarandı, bəli, altda kompüter oldu. Amma əlbəttə ki, bu boşdur. Deməli, biz nə etməliyik? Bunun içini doldurmalıyıq, yəni əməliyyat sistemi yazmalıyıq. Buradan power onu eləyirəm. Okay. Gözləyə power eləsin maşını. Elə bir ki, bu bir boş serverdir. Siz onun içərisində əməliyyat sistemi yazırsınız da, virtualizasiyanın xüsusiyyəti. Mən buradan bootdan CD-ROM hissəsini ən yuxarı keçirdəcəm ki, çox üzr istəyirəm, müəyyən bir kiçik bir xəta yarandı. Onu həll etdim. Bəli, dediyim kimi CD-ROM-u birinci seçdik bootdan və F10 düyməsini basaraq save elədim. Ondan sonra sadəcə olaraq elə ISO faylın özü boot olunur və bizə belə bir setup səhifəsi gələcək. Yəni, bildiyim qədərindən ümid eləyirəm ki, bu çox bəsit bir şeydir. Siz sadəcə müəyyən xüsusiyyətləri seçib, dildir, məsəl üçün regiondur və s. next eləyib davam eləyəcəksiniz installyasiyanı. İngilis dili götürəcəm hər ikisində sözsüz ki. Burada next eləyəcəyik biz. Növbəti hissədə sözsüz yenə də US götürəcəyik və install Windows Server. Biz repair eləmirik, sadəcə bəli, buradan da agree eləyə bilərik. Biraz gözləyəcəyik və dediyim kimi, installyasiyası belə bir formadadır. Yəni, siz bir daha təkrar xatırladım, başqa platformalar istifadə edə bilərsiniz, VirtualBox olsun və yaxud Hyper-V olsun, amma installyasiya səhifəsi eyni olacaq. Və buradan dediyim kimi, yenə biz standart Desktop Experience götürürük. Desktop Experience bu qrafik versiyadır. Graphical User Interface deməkdir də. Yaxşı, birinci siz bu isə Evaluation və istər bu olsun, bunlar core versiyalardır. Yaxşı, yəni qrafik interface olmayan. Mən standart versiyanı götürəcəm və next eləyəcəm. Yəni, növbəti hissədə də disk seçimidir, partition yaradılmasıdır, lisenziyanın accept olunmasıdır. Bəli, oxuduq, accept eləyirik. Sadəcə next-ə çıxacaqsınız və əməliyyat sistemi yazılmağa gedəcək. Yəni, dostlar, çətin bir şey yoxdur gördüyünüz kimi. Buradan da istər, yəni 80 GB-lıq diskdir, unallocated space-dir. Siz buradan yeni bir partition yarada bilərsiniz. Misal üçün deyirsiniz ki, 80-ni istəmirəm, bir 50-sini götürürəm, 30-u boşa qalsın. Amma mən buradan elə birbaşa next düyməsini sıxacağam ki, bütün diskin hamısını götürsün və installyasiyanı başlasın. Haradasa proses sizin kompüterinizin parametrlərindən asılı olaraq yuxarı aşağı 1 saat ərzində baş verir. Yəni, tez də ola bilər bu, gec də ola bilər bu. Yaxşı, install eləyirik və bu da installyasiyası. Belə, bu Windows Server'in 25-in installyasiyası idi və bu formada da bu davam eləyəcək. Mən artıq hazır bir dənəsini yazmışam. Deməli, gəl indi ona qoşulma eləyək bir dənə remote olaraq. Artıq onu mən sazlamışam. Onun da IP-si səhv eləmirəmsə bu olmalıdır elə. Daxil olaq, baxaq. Bəli. Mən də remote desktop üzərindən qoşuluram. Bu da bizim Windows Server 2025-dir. Yəni, siz də bitirəndən sonra sizdə belə bir səhvə yaranacaq. Okay. Və gördüyünüz kimi, mən standart evaluation istifadə edirəm. 180 gün mənə pulsuz istifadə imkanı verir. Belə bir interfeys var və sözsüz ki, ilk baxışdan yəni bu bir əməliyyat sistemidir. Amma yəni onun server olduğunu biz haradan təyin edirik? Sözsüz ki, server managerdən. Və bizdə burada, baxın, dediyim kimi, Azure Arc Setup var. Buna da gələcəyik, darıxmayın. Digər funksiyonallıqlardır, PowerShell-dir və s. terminaldır, command line və sözsüz ki, bizim server managerimiz. Okay? Mən bilmirəm, mən burada avtomatik qoymuşdum onu yoxsa yox, özü açılsın. Hər ehtimala özümü start eləyək, bəlkə də söndürmüşəm. Və eyni zamanda mən burada bir domain sistemi də qurdum, Contoso adında bir Active Directory yaratdım. DC1 adında, Domain Controller 1. Yəni, belə, bu formada. Okay? Yəni, bu dərsimizə inşallah elə 25 serverin installyasiyasından davam eləyirik, bərpa eləyirik dərsləri. Bu formada da davam eləyəcəyik növbəti dərslərdə. Yəni, qalan server manager eynidir. Tools'dan və ya istər, nə bilim, müəyyən bir dərslər keçmişdi, onlar var. Burada dediyim kimi Administrative Center, Active Directory, User Computer və s. Yəni, bu dərsləri mən keçmişəm və kifayət qədər də mövzular var playlistdə. Baxa bilərsiniz, yararlana bilərsiniz. Okay, oldu. Bu bizim ilk dərsimiz. İnşallah ki, növbəti dərslərdən yenə davam eləyəcəyik. Bir daha hər birinizi salamlayıram. Növbəti dərslərdə görüşənədək. Hələlik.